Təbii sərvətlərimizdən olan Xəzərin suyundan danışacağıq. Daha doğrusu illərdir çirklənməyə məruz qalan Xəzər puxtası ilə bağlı atılacaq addımlardan. Baş nazir Əli Əsədov 2025-2030-cu illər üçün kompleks tədbirlər planı çərçivəsində Bakı puxtasının təmizlənməsi üçün təxirəsalınmaz tədbirlər planının hazırlanması ilə bağlı tapşırıqlar verib. Yaxın vaxtlarda Xəzər buxtasının, xüsusilə də dənizkənarı bulvar hissəsinin təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərə başlanacaq. Görüləcək işlər bir neçə mərhələdə həyata keçiriləcək. İlkin olaraq dəniz suyunun çirklənməsi və sahilə yaxın ərazilərdə üzə çıxmış metal konstruksiyaların çıxarılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, su səthindəki neft və digər tullantıların, eləcə də ətraf ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi həyata keçiriləcək. Bu sular bir vaxtlar Xəzər dənizinin ən təmiz sahələrindən biri olub. Lakin mütəxəssislər bildirirlər ki, Xəzər dənizinin buxtası son 150 ildə mərhələli şəkildə davamlı olaraq çirklənməyə məruz qalıb. Neft tullantıları, sənaye axıntıları elə Xəzərin buxtasında bir araya gəliblər. İndiki vəziyyət isə onu göstərir ki, Xəzərin buxtasının təmizlənməsi bir seçim deyil. Bu bir zərurətdən irəli gəlir. Eyni zamanda Xəzər dənizindəki qəzalı vəziyyətdəki hidrotexniki qurğular, batmış və yarıbatmış gəmilər və digər bu kimi obyektlərin çıxarılması, reabilitasiya işləri üçün 2025-30-cu illər üçün kompleks tədbirlər planı çərçivəsində işlər görüləcək. Ətraf mühit üzrə ekspert Rövşən Abbasov deyir ki, SSR dövründən etibarən Xəzəryanı ölkələrdə ekoloji normalara sistemli şəkildə əməl olunmaması Xəzər dənizinin kütləvi çirklənməsinə gətirib çıxarıb. Bu lokal olaraq əsasən Bakı və Sumqayıt şəhərlərində yaranan çirkab sularının azaldılmasını, təmizlənməsini, yağış sularının, çirkab sularından ayrılaraq dənizə birbaşa axıdılmasını və Xəzər dənizinin Bakı buxtasında və ətraf ərazilərdə yaranan gəmi qalıqlarının, tullantıların, korroziyaya uğramış metal tullantılarının təmizlənməsini nəzərdə tutur. Mütəxəssislər həmçinin bildirir ki, hazırlanmış tədbirlər planına əsasən təkcə Xəzər dənizinə axıdılan çirkab sularının qarşısının alınması deyil, eyni zamanda bu suların təmizlənərək səmərəli istifadəsi də mümkün olacaq. Həmin sular birbaşa Hövsan aerasiya stansiyasına istiqamətləndiriləcək, orada təmizlənərək ya suvarma üçün istifadə olunacaq, onlardan bir hissəsi, bunun üçün də ayrıca bir dövlət proqramı var, bir hissəsi isə Xəzər dənizinə axıdılacaqdır. Bundan əlavə Pirşağıda və Lökbatanda hal-hazırda çirkab sularının təmizlənməsi üçün çox böyük stansiyalar tikilir ki, həmin stansiyalar müvafiq ərazilərdə olan çirkab sularını toplayıb təmizləyərək həm kənd təsərrüfatında istifadə etmək üçün, həm bağların, parkların suvarılmasında istifadə etmək üçün, həm də dənizə axıdılmasını üçün nəzərdə tutulur. Məlumat üçün bildirək ki, bu yanaşma ekoloji yükün azaldılması ilə yanaşı